Dəyərli izləyicilər, hava ilə bağlı məlumatımız var. Belə ki, Milli Hidrometeorologiya Xidmətindən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraiti arabir yağıntılı olacaq. Yanvarın 13-dən 14-ünə keçən gecə və 14-ü ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhər ətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimal edilir. Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15 axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur. Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.